Axşamınız xeyir olsun, dəyərli Kanal S izləyiciləri. Hər birinizi yeni həftədə xoş gördük. Bugün Star Akademiyasında əsl starımız, dəyərli sənətkarımız, Respublikanın əməkdar artisti, illərin sənətkarı Sevinç Sarıyeva bizim qonağımızdır. Xoş gördük. Alqışlayaq Sevinç xanımı. Çox sağ olun, mənim əzizim. Çox xoş oldu. Sənin bu verilişinə gəlmək mənim üçün, belə tələbələrim üçün çox böyük bir şərəfdir, çox böyük bir belə xoşbəxtlikdir. Sənə uğurlar arzulayıram. Bu verilişiniz həmişə baxımlı olsun. Çox gözəl bir verilişdir. Mən istəyərdim ki, gələcəkdə Allah qoysa, bax bu Star Akademiyasını elə birbaşa bizim dərslərimizdən canlı olaraq yayımlayasaq. İnşallah, inşallah. Çox gözəl bir verilişdir. İnanıram ki, bugün də tamaşaçılarımız zövqü ilə olacaq. Mənim hamısından bir-birindən dəyərli, istedadlı tələbələrim buradadır, balalarım buradadır. Oradakı sənin qonaqlarındır inşallah. Təqdim edək onları. Sevdə Kazımova, xoş gördük. Xoş gördük hamınızı. Əvvəlcə hamınızı salamlayıram. Mən öz müəllimimə təşəkkür edirəm ki, bizə bu şəraiti yaradıb. Kanal S-in heyətinə öz təşəkkürümü bildirirəm. Bütün qonaqları salamlayıram. Yaşar Qasımzadə. Buyur, Yaşar. Salamlar. Hamı salamlayıram. Mənə də təşəkkür edirəm ki, mən kanala çıxartdım. Zilan Süleymanova. İlk öncə bütün tamaşaçıları salamlayıram. Müəllimimiz çox sağ olsun ki, bizi belə şərait yaradıb, bizi efirə çıxartdı və sizin rəhbərinizə təşəkkürümü bildirirəm. Bu qədər. Təşəkkürlər. Aytaç Həsənli. Salamlayıram hər birinizi. Dəvətinizə görə təşəkkürlər. Ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayıram. Arxa fonda bizim əziyyətimiz çəkən kadrı salamlayıram. Çox sağ olun bir daha dəvətiniz üçün. Təşəkkür edirəm və Ceyran Bəlizadə. Xoş gördük. Xoş gördük. Mən də salamlayıram. Bizi izləyən hər kəsi, sevənləri salamlayıram. Sağ olsun müəllimə də bu şəraiti yaratdığı üçün. Təşəkkürlər. Tanış olduq tələbələrinizlə. Ay Sevinç xanım, deyirsiniz musiqiyə yer verək, oxusun, yoxsa biraz söhbət edək? Biraz qoy həyəcanlar. Biraz söhbət edək, hə, təzət verək. Körpələrim qoy biraz özlərinə gəlsin. Necəsiz ay Sevinç xanım? Yaxşı qadınam, yaxşı. Siz nə təsiz? Maşallah, o qədər tələbələriniz var ki, sayı hesabı yoxdur tələbələrinizin. Maşallah. Bu təzə tələbələrinizdir burada olanlar? Burada olanlar, bunlar kollecdə, ikinci, birinci kurslarımdır, Allah dəyməsin. Yox, hamısı ikinci kursdur deyərdim ki, birinci kurs gətirməmişik, gələn gətirəcəyik birinci kursları, Allah qoysun. İnşallah. Məşhur tələbələrinizdən razısınızmı ümumiyyətlə? Hamısının Allah yolunu açıq eləsin, hamısı çox gözəl, hamısı yaxşıdırlar. Eləsi var ki, məsələn, məşhurlaşandan sonra biraz burun təbii ki, dikləşir, amma onu da bir də... Onda üzülürsünüz, Sevinç xanım? Əlbəttə, müəllim üçün çox. Mən əvvəllər dərk eləmirdim. Öz müəllimlərim məndən inciyəndə deyirdim, niyə inciyirlər ki, addı da çəkmişəm. Amma baxıram ki, indi müəllimlərimə o qədər gözəl başa düşürəm ki, rəvan, həqiqətən. Amma müəllimin o əziyyəti itirmək çox bir şeydir. Bəli. Çox, çox. Allah heç kimin əziyyətini yerdə qoymasın. Yenə də hamısının Allah yolunu açıq eləsin. Bir də bir şey var da, Allah Taala buyurur ki, bəndəm əgər bəndəsinə halallıq vermirsə, mən halallıq vermirəm. Bəli. Bax, müəlliminizdən halallıq almırsınızsa, əmək itirən bütün nəinki mənim və yaxud qeyri bir müəllimin tələbələri, valla Allah da onlara halallıq vermir. Nəysə bir yerdə qırılır. Ola bilər ki, hər bir işin düz gedə bilər, nəsə bir yerdə qırılırsan da, haradasa, Allah sevmir haqsızlığı. Amma şükür Allaha, yaxşıdır, hər şey yaxşıdır, Allah hamının yolunu açıq eləsin. Yeri gəlmişkən bir tələbəniz Rəvanənin uğurunu bu yaxınlarda Moskvada maşallah olsun. Birinci yerə çıxır. Gələcək, Allah qoysa birlikdə gələcəyik. Birinci yerə çıxıb Rəvanə. Rəvanə çox gözəl. Həm də ondan da əvvəl Qazaxıstanda gedib, çox gözəl bir tədbirdə bəli, iştirakçı olub. Bu yaxınlarda da Moskvada birinci yerin qalibi olub. Buradan Rəvanəni təbrik edirəm. Təbrik edirik, uğurları bol olsun. Eləcə də Rəvanə ilə sizin də yetirməniz sayılır. Sizin də verilişdə az olmayıb. Azərbaycanın ulduzu yarışmasında sizin. Bəli, bəli, bəli. Uğurlar arzulayıram. Hər birisinə ayrı. Mən sevinirəm. Mənim elə biləm öz balam o uğuru qazanır. Amma bəzən nə yazıq ki, bir tələbəyə ümumiyyətlə bir əmək sərf edirsiniz, əziyyət çəkirsiniz, vaxt vədə çatır, o istədiyi pilləyə çatanda deyir elə mən elə yatdım, hazır bir yuxu gördüm, deyir o nə tapdım, hazırca bir kökə tapdım, götürdüm, yedim. Axı onu yeyəndə də elə yemək lazımdır ki, həzm edə biləsən də, sonuna qədər yeyəsən. Deyir bunu yeyəndə elə ki, həmişə yey. Bax, ən üzücü məsələ də bax odur. İnşallah ki, burada olan tələbələrinizdən o zərbəni almazsınız Sevinç xanım. Heç vaxt, heç birisi olmaz. İndi o
var, müəyyənləri var, ad çəkmirəm. Maşallah olsun, bu günlərim tələbələrim çoxdur. Demək olar ki, Aytaç Süleymanlı bu yaxınlarda ilə sizin bu kanalda verilişdə olub, Aysu Şoda, Şücayət var mənim tələbəm. Yaxşı, çox maşallah olsun, maşallah, maşallah, hamısı Allaha şükürlər olsun. Tanınmış ifaçılardır, bugün özlərinin xüsusi olaraq dəvətləri var. Belə sevinirəm valla, açığı. Can Sevinç xan, bəlkə bir Sevinç xan, Ceyran Bərzadədən bir ifa səslənsin. Gəlsin Ceyran. Canlı. Bugün özdə hamısı canlı oxuyacaq. Nə gözəl. Yəni, Segah təsnifi inşallah.
ifadə. Sağ ol ay Ceyran, çox sağ ol. Əla. Çox gözəl. Hə. Mən Evet. qeyd edeyim ki, üzr Bəli. istəyirəm. Ceyran bizdə pianinoda oxuyur. Nə gözəl. Amma Nazim müəllim, Asif sən anladın mı musiqi kolu? Nazim müəllimlə biz belə məsləhət görürdük ki, həm də ki səsi var, xanəndədir. Elə gəlsin həm xanəndə, deyir həm xanəndə, həm neftçi. Elə Niyə də olmasın? həm xanəndəliyi, həm elə pianinanı birlikdə idarə eləsin. Amma çox gözəldir, həm də pianist. Çox gözəl. İnşallah bir gün dərs prosesində gəlib çəkiliş edərik İnşallah, inşallah. və orada da bizə pianinoda ifa edər. İnşallah. Niyə də olmasın? Çox, niyə də olmasın ki? Allah qoysa. Ay Sevinç xanım, Ay canım. bax bu cür musiqilər insanın ruhunu oxşuyur, insanın həqiqətən əsl musiqiyə dəyər verən insanlar, bilirəm ki, zövqlü musiqiçilər, zövqlü musiqini sevən insanlar bizi izləyirlər və 012 562 21 23 nömrəsi ilə canlı bağlantı yarada bilərsiniz dəyərli izləyicilərimiz. Əgər Sevinç xanım Sarayevaya hər hansı bir suallarınız varsa 055 645 19 65 nömrəsinə yaza bilərsiniz və buradaca səsləndirəcəm mesajlarınızı. Son zamanlar bilirsiniz də meydan qalıb səsi olmayanlara çox acınacaqlı vəziyyətdir ki, Çox pis vəziyyətdəyik bu saat, açıq deyirəm. əslində bugün sizin qonaq olmanız çox gözəl oldu. Bəzi qaranlıq qalan məqamlar var ki, onları mən istəyirəm ki, biz sənətkar kimi sizin də tövsiyələrinizi eşidək, məsləhətlərinizi eşidək. Elə müğənnilər muğamdan danışır ki, heç muğama aidiyyəti olmayan insanlar. Mənə elə gəlir ki, muğamdan danışa biləcək o qədər şəxslərimiz, o qədər sənətkarlarımız var ki, onlar qala-qala bir estrada ifaçısının və ya bir ara müğənnisinin, bayağı ifaçının gəlib muğamdan danışmağı nə dərəcədə doğrudur Sevinç xanım? Sizcə, belə deyim, muğamı toxunmaqla muğamımızı incitmirmi həmin şəxslər? Çox incidirlər. Muğam bizim qəlbimizə dəyirlər. Elə biz muğam ifaçıların, biz xalq musiqisi ifaçılarının qəlbinə dəyirlər. Vallahi bəzən görürsən ki, çıxıb elə adam muğamdan danışır. Mən muğam oxumuşam, mən muğam öyrənmişəm. Vallahi heç bəlkə də o kollecin, ya konservatoriyanın, ya incəsənətin heç kandarından keçməyib də. Açığı deyir, mən musiqi məktəbini bitirmək, muğam oxumaq demək deyil. Bəli. Onu gərək sən davam eləyəsən. Bitirmişdinsə, bu muğamı axıra kimi davam eləyərdim. Mən demirəm ki, bizim bəstəkar əsərlərimiz var, muğamlarımız var. Hamı muğam oxumalıdır, xeyr. Amma muğamı o dərəcəyə gətirib çatdırmaq lazımdır. İndi son dəbdədə bir şey düşüb. Elə Şahnazı əllərinə bayraq eləyiblər. Baxın, ona toxunmaq istəyirdim. Əllərinə bayraq. Şahnazdan getmir söhbət. Tək Şahnaz deyil ki. Nə qədər muğamlarımız var. Elə qatar gəl oxu, şaqqıldat genəni. Zilan kimi, Aytac kimi, Sevda kimi. Bugün aralarında Şahnaz muğamı oxuyan olacaqmı? Bəli, Zilan birazdan Şahnazı oxusun, inşallah. İnşallah ki, yaxşı da oxuyarsan. Allah qoysa. Və buradan bir mesaj olar ki... Elə bir mesaj olar ki, bəli, məktəb keçib oxumaq lazımdır. Bəzən görürsən ki, canlı efirə baxıram deyir, filan kəs bu günlərim qatar oxudu, zəif olur. Sevinç, belə Sevinç xanım, amma pis oxumadı. Dedim, heyli oxumaq onun başına dəysin. Valla biabırçılıq deyir. O muğamı əksinə, o nətər deyim, o əzib büzə-büzə oxumaqdansa oxuyub təqdim eləmə, onu yaxşı formada təqdim elə. Yəni mən də əlimə bayraq eləyim ki, mən də muğam oxuyuram da bilirəm. Yox. Muğama toxunmuyum. Muğam bizim milli sərvətimizdir. Aşıq bizim milli sərvətimizdir. Bizim aşıq havalarımız var, muğamlarımız var, kökümüz gedir aşığa çıxır. Bizim bütün nəyimiz varsa hamısı aşıqdan əmələ gəlib, aşıqdan bəhrələnmişik. Qopuzumuzdan bəhrələnmişik. Bu qopuzumuza toxunmaq. Bizim elə bir ki, Dədə Qorqada fikir vermişsiniz, deyir, sənə ant verirəm qolça qopuza. Bilirsiniz, bu nə deməkdir? Bizim ant yerimiz olub, bunlar bizim. Bizim milli sərvətimiz olub. Siz kimsiniz ki, sən mənim Azərbaycanımın milli sərvətin, sən qoyursan elə bir günən ki, lağlağı eləyirlər. 3-4 dənə də qız oxuyan var da, elə onun günlərim mən müsahibəmdə də demişəm. Futbol topu kimi bu kanal vurur, oratır, o veriliş vurur, oratır, o veriliş vurur, oratır. Bir dənə mövzu salıblar ora, o elə o nəfəsin də adını atıblar ortalığa. Nəfəsdən getmir söhbət. Söhbət ondan gedir ki, sənin heç Şahnaz, qatar, muğam ağzına alıb danışmağa sənin haqqın varmı ki, sən çıxıb orada deyirsən ki, mən oxuyaram, sən deyirsən ki, mən oxuyaram və yaxud da kiməsə sən irad bildirəsən. Orası da var. Gəlin konkret sualımı ünvanlayayım sizə. Bir sənətkar kimi sizin ağzınızdan eşitmək istəyirəm. Nəfəsin Şahnaz muğamını dilinə gətirmək haqqı varmı?
Mən deyə bilmərəm, Nəfəsinlə mən onun o səs temirini görməmişəm. Nəfəs pis qız deyil, Nəfəsin mən tərbiyə, onun şəxsiyyətinə, mən onun nə xanımlığına, mən heç nə deyə bilmərəm. Nəfəsin özünün öz repertuarı varsa, getsin öz repertuarı ilə məşğul olsun. Çox üzr istəyirəm, reklamlardan dərhal sonra bu mövzunu davam edəcək mütləq. Gəlsin. Bəli, davam edirik. Sevinç xanım, mən o Nəfəsdən bayaq yarımçıq qaldı. Mən Bəli. onun yenə deyirəm, şəxsiyyətinə, xanımlığına toxunulacaq heç nə bir söz demirəm. Yaxşı qızdır, özünün öz tamaşaçısı var, öz aləmində. Amma mən Nəfəslə yoldaş da olmuşsam, böyük kiçik yeri bilən də qızdır. Mən durum onun insanlığından getmir. Amma Nəfəs xanımı kimlərsə də çıxdı, müdafiə elədi, nə bilim onun ətrafında. Amma sənə qurban, Nəfəsin elə bu saatlarım Şahnaz muğamından danışmaq üçün onu öyrənərəm, oxuyaram, belə iddialı. Onu öyrənirlər, oxuyurlar. Deyəsən deyib ki, oxumuşam. Eşitmişsiniz mi? Mən eşitməmişəm. Onu öyrənərlər, oxuyarlar, ondan sonra deyərlər ki, bax, alan, sübut eləyərlər ki, bax, budur. Və sonra oxumamış çıxıb deyərlər ki, mən niyə oxumuram ki? Və yaxud da bir də nə deyirlər? Görün nə deyirlər. O, keçmiş oxuyanlar güya bunların hamısını oxuyub. Keçmiş oxuyanlara dil uzatmayın. Keçmiş oxuyanların keçdiyi əziyyətləri siz görməmisiniz. Onlar hansı şəraitdə, hansı bir zamanda, sizin bu günlərim gedirsiniz, bəhbəhlə sizi qarşılayırlar, otuzdururlar, yuxarı başda oxuduğunuz sənətiniz də heç nə. Amma gedib bir tərəfdən üzr istəyirəm, mal tövləsində çox üzr istəyirəm, paltar dəyişiblər, tarlada çıxıb pambıqçılara konsert veriblər. Belə ifaçılarımız olub, siz belə onlar kimi siz o əziyyəti çəkərsiniz, bu günlərim gedirsiniz, deyirsiniz, yox, mənə belə ayrıca bir otaq, xüsusi bir otaq, mənim nə bilim samolyot biletim addelin olmalıdır, VIP olmalıdır, bu olmalıdır, siz nə danışırsınız? Siz oxuyan sənətdəsiniz siz ümumiyyətlə. Sənətdən heç xəbəriniz yoxdur. Ümumiyyətlə, cəmaatımız da ki, yazıq bu cəmaat düşüb də sizin, nə bilim, valla bunların bir dənə bir qrup bu oxuyanların elə bilginən ki, dərd burasıdır ki, mənə çox ağır gəlir ki, bizim tamaşaçılarımızın zövqü korlanıb. Bəli. Bu nədən irəli gəlir? Bilmirəm, bəlkə günahı bizdədir, tez-tez çıxmırıq, bu ifaçıları biz bəlkə təqdim eləmirik. Allah ölənlərinizə rəhmət eləsin. Mənim neçə günlərdir efrimdə sənətkarlarıma müraciətimdir ki, xətrinizə dəyməsin Sevinç xanım, bütün sənətkarlarımıza aiddir. Bunun bir balaca da olsa günahı sənətkarlarımızdadır. Bəli, meydanı vermişik onlara. Efirlərə çıxmırlar, meydanı verirlər. Sonra da bütün saytlarda yazırlar ki, aparıcılar bayağı müğənniləri efirə dəvət edir. Axı, aparıcılar dəfələrlə, Şahnaz muğamı ilə bağlı mən 2 həftə mövzu qoydum. Bir xanəndə çıxmadı bura. Təsəvvür edirsiniz, bayağı müğənnilər hamısı Şahnazdan danışır. Axırı mən müraciət elədim ki, dəyərli sənətkarlar, siz dura-dura niyə müğənnilər, estrada ifaçıları və ya bayağı ifa edən müğənnilər niyə Şahnazdan danışmalıdır? Dünənləri mən bir veriliş vardı, orada mən də elə müraciət elədim, öz yaşlarıma dedim, mən özümün öz yaşlarıma deyirəm, biz danışmasaq. Əşi, məndən ötdü, qardaşıma dəydi məsələsi var, bir məsəl var da, el arasında. Sevinç danışır da, gedir də hələ, vallahi mən danışanda gedirlər o bayağı oxuyanın yanında, deyirlər, Sevinçdir da, öz üçün danışır, boş ver. Heyf. Mən açıq deyirəm, belə sənətkarlarımız da var. Səhv deyirəm bəlkə. Vallahi olanın danışıram. Əsir Sevinçdir, mən neçə vaxtı inanırsınız, mən bu efirlərə baxıram, o qızların hərəkətlərinə baxıram. Mənim Amerikadan qonağım gəlib. Mən sizə açıq deyirəm, Amerikadan. Buradan Gülmeri xanımı salamlayıram. Bizim sinifə də gəlmişdi, bax. O günlərin bizim sinifdə olub. O hansı xanımdır? Rəvaniyyədə yarışmada dəstək olan xanım idi? Yox. Bir xanım da var. Bu Gülmeri gəlib burada deyir, siz xoşbəxtsiniz ki, Azərbaycanda yaşayırsınız. Əslən Azərbaycanlıdır. Amma Amerikada, Los Angeles şəhərində yaşayır. Amma Azərbaycan musiqisini deyir, mən özüm həkiməm. Amma istəyirəm ki, mənim əslim, köküm Şarlaçındır. İstəyirəm ki, Azərbaycan musiqisindən ibarət mən burada özüm üçün bir iş görüm. Mən toyları istəmirəm, mən səhnə istəyirəm. Görürsünüz. Mən səhnə istəyirəm. Amma təsəvvür edir, mən baxıram efirlərə, deyir, Sevinç xanım, üzr istəyirəm. Mən utanıram buradan, deyir, efirlərdən çəkiliş eləyim, mən göndərim, deyir, Amerikaya. Çünki sizdə oxuyanlar
sənət göstərmirlər. Doğru. Başqa bir şey göstərirlər, başqa bir iş görürlər. Təbliğ edirlər. Başqa bir bəli. şey təbliğ edirlər, tərbiyəsizliyi, əxlaqsızlığı, Sonra da Sevinç xanım, üzr istəyirəm. bizi izləyən tamaşaçı da baxır ki, efirdə kimi görürsə, kimin nə oxuduğunu görürsə, onu da belə deyim də qavrayır beynində. Yəni davamlı olaraq o musiqiyə meylənir. Uşaq nəyi görür, onu da atasından istəyir. Uşaqlar elə bir mahnılara qulaq asırlar ki, adamın əlində qalır ki, çıxardısan məsələn mahnı qoysa Şövkət Ələkbərovadan, Elmira Rəhimovadan, Ölməz Akif İslamzadədən, Gülağı Məmmədovdan, ölməz sənətkarlarımızın ifasını qoyursan deyir, bu nə mahnıdır? Uşağa çatmır. Uşağa çatmır. Uşaq çünki evdə eşitməyib. Evdə gözün açır, o bayağı müğənniləri görür. Efirdə ancaq üzüstüm rakıdı çıxıdı, başqa heç nə yoxdur. Ancaq bir-birinin maşının müzakirə eləyirlər, bir-birinin nə bilim, Rəvan, mən Allah axırımızı xeyir eləsin, birdən onu Amin bilirəm. inşallah. Amma tam yerinə düşər Zilan qızımız, Zilan Süleymanova. Şahnaz muğamını oxusun. Gəlsin, Şahnaz muğamını. Eşidək. Şərt Şahnaz.
Sevda oxusun. Bir dənə şarkı Bəzən elə məqamlar var ki, elə oxuyanlar var ki, İşləmədi, siz təsəvvür ehtiyac eləyin. olmur mikrofona. Mikrofona ehtiyac olmadı. Gəlsinlər bunun qarşısında oxusunlar da. Ay Sevinç xanım. Bax, siz elə məqamlar olur ki, toylarda o paxıl müğənnilər və ya paxıl musiqiçilər olur, mikrofonun kodunu alır. Onda müğənnilər deyir ki, onda Sevinç xanım, ifaçı Qadir deyir ki, hünəriniz çatır, mənim Allah verən səsimi alın. Bəli. Mikrofonun səsini ala bilərsiniz. Mikrofonun səsini ala bilərlər, amma Bəli. yenə deyirəm, bax bu cür ifaçılar siz təsəvvür edin, bunların birinci Allahın dəfədir. verdiyi səsi almaq Bunlar üçün birinci deyil. dəfədir efirə çıxır Zilanda. Yəni birinci Zilan çıxıb, çox çıxıb. Birinci dəfədir Ceyranın özü də, Aytacın özü də. Elə bunlar indin də addımlayırlar. Amma bunlar ömür boyu səhnədədirlər, onlar belə baxanda. Amma bunların birinci dəfə olaraq, bunların bu səhnə, bax bu həyəcanları, buradakı həyəcanı onlar görsələr, ümumiyyətlə oxuya bilməzlər. Bəli. Məncə də. Buyurun. Sağ ol. Məncə də. Arxadan danışmaq çox asandır. Burada gəlib çıxış eləmək Birisiz lazımdır. öyrənmək lazımdır, gəlib dərs keçmək lazımdır, ondan sonra məktəbin keçmək lazımdır, ifaçılıq mədəniyyətini öyrənmək lazımdır. Ən əlxüsus bizdə məktəbdə dərs keçəndə biz birinci kollecdə həmişə səhnə mədəniyyəti dərsi keçmişik. Bu günləri onlar heç birisi bu mədəniyyəti keçməyiblər sizə qurban. Səhnədə bir-birləri ilə o ona söz demək, bu sözü burada demək olar, olmaz. Biraz danışıq, biraz nə bilim, bunların hamısı şərt deyil. Başınıza dönərəm. Bunların tamamilə. Bilirsiniz də son zamanlar Sevinç xanım, mən salamlayıram Respublikamızın xalq artisti Samir Cəfərovu. Siz son zamanlar onu çox müdafiə edirsiniz. Həm sosial şəbəkələrdə mən baxıram sizin kommentlərinizi izləyirəm. Yazılan onunla bağlı tənqidlərə siz necə onun müdafiəsinə qalxırsınız və efirlərdə də bu barədə danışmısınız. Mən ümumiyyətlə sənə... Mənə bilsiz nə maraqlıdır, üzr istəyirəm. Mənə maraqlıdır ki, görəsən eyni hadisə Sevinç Sarayevanın başına gəlsəydi, mən sizə bir söz deyim, tam səmimi demək istəyirəm. İnanın ki, sizi müdafiə etməyəcəklər. Elə həmin aparıcıların tərəfini saxlayacaqlar və ya həmin ifaçıların. Mən dünən bir verilişin birində də deyirəm, əgər bir sənətkarın müdafiəsinə qalxırsa, o sənətkarda ürək lazımdır. O ürək lazımdır ki, hamı sevinc ürəkdə olsun ki, çıxsın, cavabını versin. Mən Kərimə böyük hörmətim var. Kərimin sənəti ilə mənim işim yoxdur. Onun oxuduğu mahnıları mən bir söz demirəm ki. Amma sənin şəxsi qərəzliyin var idisə, o cür sənlə əgər Samir Cəfərovun arasında müəyyən bir qalmaqal, müəyyən bir nəsə də indi inciklik olmuşdusa, onu o cür eləməzdin. Çünki axı orada Təyyar Bayramov da vardı. Və yaxud da lap elə Samir Cəfərov elə belə sənətkar deyil, imzasını qoymuş sənətkardır axı. Doğru. O boyda İtaliyada təhsil alıb gəlmiş sənətkardır. Onun haqqında demək olar yox. Alo deyək Sevinç xanım, sizə canlı bağlantı yaradıblar. Sizlə danışmaq istəyən var. Alo. 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 Axşamınız xeyir olsun. Axşamınız xeyir. Kiminlə danışırıq? Güney. Buyurun Güney xanım. Canlı efirdəsiz xanım. Buyurun, eşidirik sizi. Buyurun, eşidirik Güney xanım. Eşidirik əzizim. Nə efir idi? Soruşmaq olar. Nə? Hansı efir idi? Efirə bağlamamışdan qabaq maraqlanın da. Maraqlan gör, hara zəh vurmusan?
Sevinç xanımın fanatıyam demişdi xanım. Yenidən qoşarsınız, biraz ürəkli danışsın, həyəcanlanmasın, canlı efirdə olan şeylərdir. Amma Sevinç xanım, bəzən bilirsiniz mən nəyə üzülürəm? Sizcə boşluğu o sənətkarlar mı buraxır ki, bax canlı efirlərdə, ümumiyyətlə sosial şəbəkələrdə o sənətkarlara qarşı bax bu cür belə deyim də, sui-qəsd deməzdim, necə deyim? Mən yenə deyirəm, sözüm bayaq yarımçıq qaldı. Mən çox istəyirəm Kərimin insanlığında, özündə. Mən insanlığı qoyuram qırağa. Sənətkar o adamı, bu günlərim Samir Cəfərovu yox, başqasını eləsəydi, vallahi yenə deyirəm də sıradan deyib, bu ortalıqda gündə olan onlar. Mənə o boyda, onsuz da bir-birlərinə olmazın sözünü atırlar da. Umursamazdım, amma sənətkardılar axı. Sən bunu başqa cür çəkərdin bir qırağa, gedərdin, oturub danışıb nəyisə başa salmaq olur da, insanıq da, düzü qurban sizə. Yəni bunlar təbii ki, onlar artıq şeydir. Mən çıxdım cavab yazdım ona. Baxdım da məndən başqa heç bir sənətkar orada heç bir şərh yazmayıb, heç kimi qorxmaq deyil. Sadə yenə deyirəm, bayaqki məsələ məndən ötdü, qardaşıma dəydi. İstəmirəm. Nəyimə lazımdır ki, Samir də dedilər, təyyardır, dedilər. Ola bilsin, sabah Kərimlə təyyar ağız-ağız öpüşsün, Samirlə Kərim ağız-ağız öpüşsünlər. Onlar mən dostdular, sənət yoldaşı, mən istəmərəm də düşmən olur. Mən də Kərimlə də düşmən deyiləm. Sadəcə mən məsləhət verdim ki, olmaz, sən sənət adamısan, sən sənətkardır. Sənətkarın haqqında bunu paylaşım artıq düzgün deyil. Bir də elə efirin özündə də var. Bəzən efir bir 10 dəqiqə gec gedir, ya 5 dəqiqə gec gedir. O verilişin özündə də kəsə bilərdilər. Görünür, burada məqsədli şəkildə olmuşdur. Gecikməklə gedən efirlərdə bu mümkündür. Amma istənilən halda mən buradan sənətkarlarımıza müraciət edirəm. Əgər bizim milli musiqimizi qorumaq istəyirsinizsə, bəlkə də bu mənə düşməz, amma mən bunu bir televiziya aparıcısı olaraq borcumdur qeyd etməyə və müraciət etməyə. Xahiş edirəm, efirlərdə, gündəmdə siz olun. Bax, efirlərdə, bax, biz şərait yaradırıq da. Şəxsən mən istəyirəm ki, məndən olsa, həftənin 5 günü bilsiniz ki, bizim Star Akademiyası efirimiz var. Həftənin 5 günü canlı yayımdır. Bütün sənətkarlar, vallahi mən o şəraiti yaradaram. Hər gün biri öz tələbələrini gətirsə... Mən deyirəm, bax, mən də müraciət edirəm. Bizdə var, kollecimizdə müəllimlərimiz var. Gözəl, hamısı da bir-birindən dəyərli müəllimlərdir. Hamınız bir-bir hər həftə gəlin, bax elə burada dərs prosesində. Bayaqları Şəddi Şahnaz oxuyurdu. Dedim qızım Sevdaya, dedim sən də oxu, qoy tək birdən bir nəfər. Elə bir günə burada biz dərs keçdik də. Dərsdir, baxın, verilişimizin adıdır Star Akademiya gedir. Bu nə deməkdir? Star Akademiyasında şərait yaradırız canlı şəkildə. Qoyun tamaşaçılara da maraqlı olsun, qoyun gənclərimiz baxsın. Nə bilim, biraz belə bizim görünür, bəzən bizim sənətkarlarımızda da, özümüzdə də günah, içi özüm qarışıq deyil. Bəli, və demək istəyirəm ki, Sevinç xanım, biz mavi ekranların qarşısında əyləşib bizi izləyən tamaşaçılara biz məhsul təqdim edirik. Biz nə təqdim ediriksə, həmin tamaşaçılarımız da onu görürlər. İstər yanlış təqdim etdik, istər doğru təqdim etdik. Amma gəlin birlikdə əl-ələ verib doğru məhsulu təqdim edək ki, sonra tamaşaçılar nə bizi qınasın, nə o sənətkarları qınasın. Sonra da deyirik ki, niyə bizim tamaşaçılarımız zövqü korlanıb? Niyə bayağı musiqiləri eşidirlər, bayağı musiqiləri sevirlər? Bilirsiniz niyə? Çünki hansı kanalı, hansı televiziyanı açırlar, bayağı musiqini görürlər. Sənətkarlara üzr istəyirəm, efirə dəvət eləmək o qədər çətinləşib ki, vaxtım yoxdur və ya biri-biri ilə şəxsi qərəzliyi var. Mən o sənətkarla çıxmıram, onunla çıxma, o digəri ilə çıxma. Bəs kimlə çıxacaqsan? Nəcibə Məlikova ilə Hökümə Qurbanova, mənim bildiyim, mən indi yaşımdan irəli danışıram bəlkə, onlar küsülü olublar. Amma Ögey Ana filmində, bizim aktyorlarımız da buradadır, yeri gəlmişkən salamlayıram. Amma onlar, təsəvvür elə, Nəcibə Məlikovanın Ögey Anadakı filmin səsləri Hökümə Qurbanova olub. Bunlar küsülü olublar. İndikilər çıx efirə, yəni burada otursun, sən də burada otur da. Fərqi nədir ki? Həm də niyə küsülü olasa? Nəyiniz şərikdir ki, siz küsülü olursunuz? Çox üzr istəyirəm, reklamlardan dərhal sonra davam edəcəyik. Davam edirik dəyərli izləyicilərimiz. Sevda xanımı eşidək, Sevda Kazımova.
Getdim gördüm bulaqdadır, əl üzünü yumaqdadır. Getdim gördüm bulaqdadır, əl üzünü yumaqdadır. Qoşaqalar yanaqdadır ya. Tar çamanım gəl, gəl, qaşı çamanım gəl, gəl. Saadətim gəl, gəl, məhəbbətim gəl, gəl. Tar çamanım gəl, gəl, qaşı çamanım gəl, gəl. Saadətim gəl, gəl, məhəbbətim gəl, gəl. Gördüm bağda yatıb, hörüşləri gülə batıb. Getdim gördüm bağda yatıb, hörüşləri gülə batıb. Məni görüb qaş göz atır ya. Tar kamanım gəl, gəl, qaşı kamanım gəl, gəl. Məhəbbətim gəl, gəl, saadətim gəl, gəl. Qaşı kamanım gəl, 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 saadətim gəl, 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 məhəbbətim gəl, gəl, saadətim gəl, gəl. Göy otlar üstündə yatan, kətan könə gülə batan. Göy otlar üstündə yatan, kətan könə gülə batan. Külay vuran ağır payı, o yana bu yana yatan. Külay vuran ağır payı, o yana bu yana yatan.
kamanım gel gel, başı kamanım gel gel, saadetim gel gel, məhəbbətim gel gel, tar kamanım gel gel gel, başı kamanım gel gel, məhəbbətim gel gel, saadetim gel gel, tar kamanım gel gel, başı kamanım gel gel, saadetim gel gel, məhəbbətim gel gel, tar kamanım gel gel, başı kamanım gel gel, saadetim gel gel, məhəbbətim gel gel. Təşəkkür edirik. Ceyran, üzr istəyirəm, Sevda Kazımova. Sevda bizdə ikinci kursdur. Sevdanın çox gözəl səs temiri var. İndi təbii ki, mən yenə də deyirəm, əsas odur ki, təbii oxumaqlar da bunlar hamısı. Bunların bu saatlarım deyir, o səhnədə indindir bunların, hələ ki, o necə deyim, belə yaxşı mənada o körpə uşaq kimi iməhləyən vaxtlarıdır da. Bunların həyəcanları da var. O təbii həyəcandır var ki, mən həmişə xaricdə konsert verəndə deyirlər ki, oxuyanın həyəcanı olmazsa, o oxuyan deyil. Xaricilər deyirdi, onu hiss eləyirdilər, o səs titrəyişində hiss eləyirdilər və ona belə alqış vururdular. Və bu günlərim Sevdanın amma çox gözəl səs temiri var, çox gözəl səs potensialı var, çox da özdə çalışqandır maşallah. Allah inşallah yolun açıq eləsin. İnşallah gələcəyi Allah deyən olsun. Hamısı konservatoriyamızın, incə sənətimizin tələbələrindən olsun və gözəl yetirmələr olsun. Amma qutarıb gedib sırf Azərbaycan musiqisini təbliğ eləsinlər. Bəli, bəli, mütləq. Və sizin məşhur tələbələrinizdən də bax elə Zabit Əliyeva olsun, Leyla Rəhimovadır, Gülay Qədrovadır. Bəyim xanım, bəli, onlar uşaq vaxtı mənim tələbəm olublar. Mənim sinifimdə, məndən bəhrələniblər. Bəyim xanım Vəliyeva, Aytən Məhərrəmova, bəli, ürəklə deyirəm, onlara mən əlavə dərslər keçmişəm, onlarla məşğul olmuşam. Hamısı mənim üçün əzizdir, doğmadır. Adını çəkdiyiniz ifaçılar, xanəndələrimiz yetərincə məşhur sənətkardır demək olar ki, məsələn, Zabitə xanımla danışmaq istəyirəm. Zabitənin səsi ipəkdir, çox. Mən sosial şəbəkələrdə görürəm, onun haqqında paylaşımları eləyirlər mahnıların. Billur səsi var, elə gözəl bir məlahətli səsi var ki, insanın ürəyini yağ kimi yayılır. Bənzərsiz səsdir, Zabitənin səsi bənzərsiz səsdir. Mən çox istəyirdim bir dəfə Zabitə xanımla qonağımız olasınız. İnşallah, Allah qoysun. Zabitə xanım olsun, Leyla Rəhimova olsun, çox gözəl olar. İnşallah bir dəfə də o tələbələrinizlə. Onlarla gələrəm Allah. Bir də necə bir hissdir? Bax, tələbənizin, Bəyim xanım bilirəm ki, əməkdar artistimizdir. Maşallah, indi konservatoriyanın müəllimidir. Və necə bir hissdir? Bir tələbənizin bu cür uğuru, məsələn, elə götürək əməkdar artist adı alması. İlk dəfə onu eşidəndə... Mən Bəyim xanımla bir vaxt adı aldım. Doğrudan? 2015-də o da aldı, eyni vaxt aldıq adı. Müəllim tələbə. Çox böyük bir uğurdur, çox müəllim üçün böyük bir. İnanırsınız, o ən böyük uğur sizin uğurunuzdur. O uğuru sizin uğurunuzdur. Həqiqətən də, belə bilirsiniz nətərdir? Özüm bəzən deyirəm, ay qız, mən sizlə deyirəm taytuş kimiyəm. Necə siz mənim tələbəm ola bilər? Amma o qədər sevinirəm. Onların mən hər birisini ayrı-ayrılıqda görəndə, Aytənin bir uşaqlığı var, hər birisinin uşaqlığı gözümün qabağında daha. Aytən o qədər necə indiki kimi bir məsuliyyətli bir uşaqlığı vardı. Gülay Qədirova bir gözəl qaval çalırdı. Hərəsinin belə bir istedadı var idi ki, Rəvan, onlarda, onlar indi maşallah olsun. Leyla Rəhimova 6 yaşından oxuyur, Pöhrə 99-da. O, suların üstündə sona tək süzər sən Cahangirov. Onu necə oxudusa, Pöhrə 99-da, o vaxtı Mənsum İbrahimov Pöhrə 99-da. Qızlarımız, çayımız gəldi, İlhamə xanımdan çayımıza zəhmət olmasa götürək. Aytən, çayı götür, gətir. Təşəkkür edirəm İlhamə xanım, var olun. Alqışlayaq İlhamə xanımı. Bax, isti çay gətirir ki, canlı ifa göstərirsiniz. Nə gözəldir, burada qəşək çay. Özümüzün dərsimiz kimidir, baxın, bizim dərsə də siz gəlin. Çayımız, qəşək tortumuz, bizdə həmişə. Canlı ifa ilə çıxış edirsiniz deyə, bax, çay da gətirir ki, boğazınıza xeyri olsun da isti çayın. Yəni, Rəvan, onların hər birisinin özlərinin ayrı-ayrılıqda bir xüsusi bir istedadları vardı. Zabitədə də ki, Zabitə müsabiqə vaxtı gəldi mənim yanıma, muğam müsabiqəsi vaxtı. Ayarla baxdım, gördüm ki, bu qız o qədər həzin oxuyur. İndinin özündə mən Zabitənin səsi ilə yatıram, səsi ilə dururam.
onun oxuduğu ifalara, yəni öz də harda çətin musiqilərimiz var, hamısı hardasa onlara müraciət eləyir. Çox üzr istəyirəm. Alo deyək Sevinç xanım. Alo. Alo. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Kiminlə danışırıq? Mən Sumqayıt şəhərinin Əhmədova Şərəf. Şərəf xanım, buyurun salamlayırıq sizi. Can. Əvvəla Sevinç xanım, mənim yerlim, Qarabağın gözəl, cəhcəh vuran bülbülü. Sizi salamlayıram. Çox sağ olun mənim əzizim. Ansamblınızı salamlayıram, sizin o şagirdlərinizi salamlayıram. Çox sağ olun. Sevinç xanım, Qarabağ bilirsən ki, muğam beşiyidir. Ən yerindən qalxan hamısı biz muğam üstündə, laylarımız da muğam üstündədir. Mənim özümün qəşəng səsim var, onlardan da qəşəng oxuram. Hansı ki, o bütün gün efirlərdə var. Allaha and olsun, onları mən baxanda əsəbləşirəm. Mən o bayaq dediyiniz mövzuya toxunmaq istəyirəm. Həqiqətən də çox əsəbləşdim. Amma təyyara da əsəbləşdim bir yerli kimi. Təyyar niyə nəfəsə deyir ki, sənin səsin çatar, sən Şahnaz muğam oxumağa. Onun səsi var ki, Şahnaz muğam oxuyur. Heç öz mahnılarını oxuya bilmir. Cici. Təyyar müəllim o kəlməni işlətməyib, deməyib. Şəfəq xanım, yox. Təyyar müəllim deyir, kimsə gəlib öyrənsə, bir təhər belə oxuya bilər. Amma səsi çatar deməz. Gəl baxır onun səsinə. Allah haqqı üzrüm sözünüz kəsin. Mən baxıram, verilişlərə də baxıram, özüm demirəm, qəşəng də muğam oxuya bilərəm də özüm. Arif Babayev o vaxtı mənə qiymət verir. Bəlkə bir bənd canlı oxuyun. Bəlkə bir bənd oxuyasan qulaq asın. Oxuyun, dinləyək də sizi. Sevinç xanım, Allaha and olsun. Prost dedi ki, Təyyar müəllim deyir ki, sənin səsində var. Onun səsi var ki, bəyəm. Prost bilməmək, siz uşaq da ona xanımın adı necə oldu? Ay Şərəf xanım. Nəfəs oxuya bilir ki, bir dəqiqə, Şərəf xanım, çox xahiş edirəm. Başqa xanım dinləmir bizi. Oxumaq olur, bəyəm, ona oxumaq deyir. Şərəf xanım, Xanım, siz aparıcı ilə danışırsınız. Bir dinləyin məni zəhmət olmasa. Başqa televiziyada yayımlanan verilişlə bağlı çox xahiş edirəm. Sevinç xanımla danışmırsınız. Verilişin aparıcısı ilə danışırsınız. Çox xahiş edirəm. Başqa verilişdə olan mövzunu burada danışmayaq. Sonra götürüb saytda yazacaq ki, Rəvan özünə prim qazanır. Zaten onsuz yetərincə neçə vaxtı qalmaqaldayam. Can, mən sizə bir söz deyim. Təyyar müəllim o kəlməni işlətməyim. Sizə kim nə deyirsə yalandan deyim. O kəlmə işlənə bilməz. Təyyar kimi sənətkarın ağzından, yox, Təyyar kimi sənətkarın dilindən o kəlmə çıxmaz heç vaxt. Heç bir vaxt. Təyyar mənim qətiyyən. Amma yenə də deyirəm, salavat gücə bağlıdır. Kimin gücü varsa gəlib oxuya bilər. Güc yoxsa oxumaya bilər. Təşəkkür edirik Şərəf xanım. Təşəkkür edirik. Mən gözəl bir qəşəng mahnı, Seygar üstündə bir mahnı istəyərdim. İnşallah, çalışarıq. Bizim o bülbül kimi gəh-gəh vuran səsinizi dinləmək. Sağ olun. Qəşəng, sakitcə qulaq asıram sizə. Sağ olun. Yaxşı, oturun, sakitcə qulaq asın bizə. Sağ olun. Sağollaşırıq, telefon xəttini kəsək və birisi Sevinç xanım, ötən günlərdə siz mənlə telefon bağlantısı yaradanda da mənə bir irad bildirdiniz ki, Rəvan, sən həmişə sənətkarlarla veriliş idarə eləmişsən, veriliş aparmısan. Bəzən bilirsiniz, insanı məcbur hala gətirirlər. Bax, elə bir mövzular atırlar ortaya, sonra aparıcı olur günahkar. Bax, elə götürək bu mövzunu. İnsan bax, götürüb bunu saytlar paylaşacaq ki, Rəvan kiminsə verilişindən olan müzakirəsini aparır. Bəli, Sevinç xanım da hər verilişin özünün öz mövzusu var. Mən sənə qurban. İstəmirəm, bəli. Düz eləyirsən. Əslində qalanda biz bu günlərim onlardan danışmaqla mən sizə bir söz. Biz elə bil mən onu təzədən mən gündəmə gətirirəm də. Mən istəmirəm heç o haqqda da danışım, heç o haqqda da müzakirə eləyim. Sadəcə olaraq mən öz tələbələrimə cavab deyəm. Adama deyərlər ki, öyrət. O günlərim bir mahnının müzakirəsi gedirdi. Deyirəm, demirsiniz ki, filan mahnı xalq mahnısının elə bil ki, köküdür. Hə, yaxşı, bu xalq mahnısının köküdür. Özdə həmin mahnını mən toylarda oxumuşam. Heç efirdə mən onu özümə yaraşdırıb efirdə oxumaq istəməmişəm, həmin o mahnını. Amma deyirəm ki, oxuram öz həmkarlarıma deyirəm, muğam ifaçılarına, xalq musiqisi ifaçılarına, həmin xanəndəyə deyirəm. Deyirəm, onda get həmin mahnını, oxu demirsən xalq mahnısıdır. O mahnını get qəşəng aranjman elə, ona yenidən nəfəs ver, yenidən ona bir belə gözəl bir, nə bilim, nəsə bir bəzək ver, get çıxardı ortalığa, deyən ki, o mahnını qoyun kənara, bu mahnını oynayın. Eləmirsiniz axı.
Gözəl Eləmirik toxuyur, axı. həqiqətən. İki özüm qarışıq deyirəm. Eləmirik axı. Gedirib düşürük. Mən sizə bir şey də deyim da. Bizim xanəndələrimiz bəzən danışırıq. Elə xalq ifaçılarla danışırıq da bu xalq musiqisi. Mən elə o qızları mən niyə qoymalıyam müzakirəyə? Bu gün görək hansı bir xanəndəmizin özünə məxsus bir mahnısı var ki, çıxardıb bunu, xalq mahnısı deyə bu Əbülfət Əliyev oxuyub, o yeni nəfəs verib Sevinç Sarıyeva. Buna Sevinç Sarıyeva yeni nəfəs verib. Görün, bunu Əbülfət oxuyub, Əbülfət Əliyev Allah rəhmət eləsin. Hansını eləyib? Hansımız eləmişik? Heç birimiz. Amma danışırıq. Sevinç xanım, növbəti ifa kimdən səslənsin? Növbəti ifa gəlsin. Bəlkə Yaşarımızın mahnısı gəlsin. O zaman yerlərini dəyişsinə Sevdə xanımdan. Yaşar ayaq üstə oxuyacaq. Ayaq üstə, aha, buyursun. Hər insanı ağ güllərə səsləyən, hər könüldə min tərabət bəsləyən. Mən insanı ağ günlərə səsləyən, hər könüldə min tərabət səsləyən. Təbəssümü çiçəklərə bağlıyam, elə bağlı ürəklərə bağlıyam. Təbəssümü çiçəklərə bağlıyam, elə bağlı ürəklərə bağlıyam. Könülləri dilləndirən ellərə, nəsilləri günləndirən əllərə. Könülləri dilləndirən ellərə, nəsilləri günləndirən əllərə. Təbəssümü çiçəklərə bağlıyam, elə bağlı ürəklərə bağlıyam. Təbəssümü çiçəklərə bağlıyam, elə bağlı ürəklərə bağlıyam. Çox sağ ol, çox sağ ol. Əziz Yaşarım mənim, canım mənim. Rəvan, Yaşarım o qədər istedadlıdır ki, təsəvvür ən kiçik tələbəmdir. Yaşarın atası bizim Şuşa Teatrının aktyorudur Gündüz müəllim. Elə deyib burada salamlayıram. Salamlayırıq. Çox gözəl, mən belə həddindən artıq hörmət bəslədiyim bir aktyordur. Maşallah. Nənəsi, əsas bunu oxudan nənəsidir sizə bir söz. Nənəm bu oxuyan, bəlkə də buradan nənənə salamlarını yedi də burada. Salamlayıram. 2 dənə. 2 dənə nənəsi var. Günlərin nənəm rəsmi nənəm. Aha.
O nənələr bundan fəxr edirlər. Maşallah olsun. Görün. Allah can sağlığı versin. Çox istedadlıdır. Mən deyirəm ki, bu gələcəyin Tələt Qasımovudur. Maşallah olsun. Torpağı sana qədər ömür versin. Görün tamaşaçılarımız nə yazıblar. Bizim daimi izləyicimiz Nübar xanım yazıb. Salamlayıram. Salam, axşamınız xeyir olsun. Necə gözəl təsir bağışladı canlı musiqini dinləmək. Hər bir deyir musiqini deyir. Özüm də onlarla bərabər oxuyuram deyir. Sevinç xanımı salamlayıram. Halaldır deyir. Halaldır deyir. Gözəl pedaqoqumuz, dəyərli sənətkarımızı və onun tələbələrini Allah qorusun. Çox təşəkkür edirəm Nübar xanım və Nübar xanım bilirsiniz kimdir? Nübar xanım məşhur müğənni Eurovision qalibi olan Nigar Camalın xalasıdır. Ay maşallah. Bəli, bizim daimi izləyicimizdir. Hər efirimizi baxır, izləyir. Bütün detallarına, xırdalıqlarına qədər baxır. Nə gözəl. Salamlayıram. Nübar xanım, inşallah gəlib bizim sinifdə də qonaq ola bilərsiniz. Qulaq asa bilərsiniz musiqilərinə. Baxın, Sevinç xanım, mənim istəyim əslində, bilirsiniz ki, mənim dostadım Respublikamızın xalq artisti Gülyaz Məmmədova. Salamlayıram mənim əzizim, canım, ciyərim, bacımı. Məndən olsa, həqiqətən, istəyərəm ki, hər günüm bir sənətkara həsr olunsun, hətta bizim bir sənətkarın yaradıcılıq gecəsinə həsr olmuş efirlərimiz də olur. Ötən həftə Möhlət Müslümov salamlayırıq, Respublikamızın xalq artisti, prezident təqaüdçüsü, professor Möhlət Müslümov, Tarizən, dəyərli sənətkarımızın yubiley gecəsi keçirildi. Sənətinin 60 illiyi, özünün də 70 illik yubileyi oldu. Və inanın ki, mənim ruhum dincəlir həmin efirlərdə. Amma bəzən sənətkarlarımız, bilmirəm, küsüblərmi, inciyiblərmi, bax, mən o qədər istəyirəm ki, bizim dəyərli sənətkarlarımız var ki, hansı ki, yaşlı nəslin nümayəndələridirlər. Yeri gəlmişkən Allahdan şəfa diləyirəm. Bizim həqiqətən korifey sənətkarımız Elmira Rəhimovaya Allahdan can sağlığı diləyirəm. İnanırsınız, o günlərimi eşitdim ki, halı pisləşib, yəni xəstəxanaya yerləşdiriblər. Dedim, nə olur olsun, çox istəyirəm ki, ondan bir balaca da olsa müsahibə alım. Heç müsahibə verməsə də belə, elə bağrıma basma mənə bəsdir, yetərlidir. Onunla bağlı bir sujet hazırlayım, bir xatırlatma edək, bir onun haqqında yaradıcılıq gecəsi keçirdək. İnsanlarımız, yeni nəsil, baxın, Yaşar kimi nə qədər bizim gənclərimiz var. Onlar bu sənətkarlarımızı tanımalıdırlar. Onlar televizorun qarşısına dayanıb baxırlar ki, gündə bir müğənni çıxıb, o ona daş atdı bostanına, o bunu, elə bil ki, bostançıdırlar. Bostan əkirlər, o onu daşlayır, bu bunu daşlayır. Hamısı sənət qalır kənarda. Müsibət, sənət qalır bir qıraqda. O onun, bilirsiniz onlar hamısı nədən irəli gəlir? Valla deyir, boşluqdan, bir də sürmə çox olanda qaşada sürütürlər, gözə də sürütürlər. Bunlara, bu millət o qədər pul, para paylayırlar ki, o millətin müəyyən bir qismi var da, nümayəndələr var da. İndi mən burada indi açıqlamaq istəmirəm. O qədər pul xərcləyirlər ki, siz təsəvvür edin, bunlar o, çox üzr istəyirəm, Qarabağların bir belə ağır bir sözü var. Çox üzr istəyirəm. Desəm efirin sözü deyir, harınlanmış, harınlayıblar. Başa düşürsünüz? Bəli. Qısa konkret budur. Vəssalam. İnciməsinlər məndən. Sevinç xanım, növbəti tələbəniz Aytaç səslənsin, ondan da bir ifa. Yerlərini dəyişsinlər Sevda xanımla. Aytaçdan da bir canlı ifa səslənsin. Mən də onu düşdüm. Reklamla qadınsız sohbət. Götürsem söz olur
baharımız vardı. Teranemiz Teranemiz her diyar bülbülten. Yetim güllerimiz nane zarımız vardır. Ay eman, ay Bülbül de bizim, gül de bizim, ev de bizimdir aman. Aman Bülbül de bizim, gül de bizim, ev de bizimdir. Kimde Kimde güzel miydi bizim minnetimiz var vahid insaf eyle. Mənə simayla baxma əhsən o şairə, əhsən o şairə, əşar gözəldir eman eman eman, eman eman, yar eman eman, eman eman, eman eman, eman eman, eman eman, ay cayan, ay Davam edir dəyərli izləyicilərimiz. Canlı ifalarımızı dinlədikcə həqiqətən insanın ruhu dincəlir. Sevinç xanım, təşəkkür edirəm. Gözəl tələbələrinizin gözəl ifalarını dinlədik. Onların o yaxşı ifalarını eşitdikcə Zabit Əliyevanı xatırlatdı. Görürsünüz necə gözəl, şirin, məlahətli. Söhbət o, nə bilim, siz hökm deyil ki, bu şahnaz oxuya, qatar oxuya. Amma o professionallıq var, o peşəkarlıq var. Şükür Allaha, Aytac maşallah, elə hamısı bir-birindən dəyərli. Elə Zilanım da, Aytacım da, Ceyranım da, Sevdam da, hamısı ayıra bilmirəm. Yo, Yaşarımın özü, maşallah. Heç birisini bir-birindən ayıra bilmirəm, heç bir vaxt. Təşəkkür edirəm Sevinç xanım və dəyərli izləyicilərimiz, siz Star Akademiyası proqramını dəyərlimiz Firəngiz xanım Rüstəmovanın sponsorluğu ilə baxırsınız. Qeyd edim ki, Firəngiz xanım Rüstəmova prezident təqaüdçüsüdür, araşdırmaçı, Beynəlxalq Sistemologiya Akademiyasının vitse-prezidenti, akademikdir, Ailə Medikal Tibb Mərkəzinin baş həkimi və rəhbəridir, mama ginekoloqdur. Dəyərli xanımlar, xüsusilə də sizə aiddir. Əgər sizin də sağlamlığınızda hər hansı bir problemlər varsa, mütləq şəkildə Ailə Medikal Tibb Mərkəzinə müraciət edə bilərsiniz. Çünki Firəngiz xanım Rüstəmovanın gülərüz personalı var, hansı ki, peşəkar həkimlər fəaliyyət göstərir, çalışırlar orada. Müasir standartlara cavab verən aparatlar var, cihazlar var ki, müayinələrdən keçə bilərsiniz və bizim proqramımızı izlədikdən sonra 30% endirim sizin yolunuzu gözləyir. Sevinç xanım, sizi və xanımları, sizin tələbələrinizi, xanımları, ümumiyyətlə nəinki xanımları, elə bəylər də müraciət edə bilər. Tək orada xanımlara aid deyil ki, bütün prosedurlar var orada. Ümumiyyətlə, Ailə Medikal Tibb Mərkəzi ailə həkimidir, ailə həkimləri var orada, ailə klinikasıdır. 012-452-97-17 şəhər nömrəsi, mobil nömrəsi 050-386-38-02. Suraxanı rayonunda yerləşir, Malik Mustafayev 2 ünvanında. Bizim seçimimiz Ailə Medikal Tibb Mərkəzidir, sizə də məsləhət görürük. Sevinç xanım,
İstəyərdim ki, musiqiçilərimizlə də bu musiqiçilər tanış olaq. bizim kollecin həm yetirmələridir. Bir dənə Mahir bizim İncəsənət Universitetinin tələbəsidir. Bu il qəbul olub. Elnur Əhmədovun tələbəsidir, ən sevimli tələbəsidir. Əməkdar artistimiz. Əməkdar artistimiz, Salamlayırıq Elnur bəy. Medalı laureatı bizim Elnur Əhmədovun tələbəsidir. Çox mənim dəyər verdiyim bir sənətkardır Elnur Əhmədov. Salamlasın tamaşaçıları. Mahir, buyur, qadasınalara. Çox sağ olun müəllimə, mən də sizi salamlayıram, bizi izləyənləri salamlayıram. Çox sağ olun dəvətə görə. Müəllimə də qeyd elədi, mənim ustadım Elnur Əhmədovdur. Mənim digər müəllimlərim də var. İncəsənət Universitetində 1-ci kursam. Respublikanın əməkdar artisti Fəridə xanım Məlikova not ixtisasından dərs deyir və muğamdan yenə də Respublikamızın əməkdar artisti Toğrul Əsədullayevdən dərs alıram. Salamlayıram bunları oradan. Çox sağ olsunlar. Çox əziyyət çəkirlər üstümdə, var olsunlar. Və bizim, mən ona qıvırcıq deyirəm, təsəvvür elə, mənim loğmanımdır. Bunlar, mən sizə bir söz deyim, bunların hamısı, bax, özüm dəvət edirəm sinifə gəlsinlər ki, çünki həm özləri öyrənirlər, həm də ki, mənim, bax, bu tələbələrin hər birisi bunlarla alışırlar, proqramlar qururlar. Loğman da bizim nağara ifaçısıdır, Xəyal müəllimin tələbəsidir. Çox gözəl. Çox sağ olun müəllimə, mən də sizi salamlayıram tamaşaçılarda. Mənim ilk müəllimim Şəkidə Eşə müəllim Qafarov olmuşdur. İndi də Asəsin alda müəllimim Xəyal müəllim Abbasovdur. Allah ikisinə də can sağlığı versin. Amin. Elə müəllimlərinizin əziyyətini itirməyin, o bizə bəsdir. Çox sağ olun müəllimə. Novruz da mənim deyirlər ki, öz qohumudur. Özümünküdür. Allah dəyməsin, can sağlığı versin. Həqiqətən qohumdur. Belə deyək də, hə, qohum sayılır. Amma elə qohumuq. Əslinə qalanda, çox uzaqdan uzağa da olsa qohumumdur. Novruz bizim gözəl sənətkarımız, dəyərli sənətkarımız, mən ona çox istedadlı bir tarizandır. Ustadı Bəhruz müəllimin tələbəsidir. Bu il istəyir ki, bu da indi Qarabağ Universitetinə gedə, deyir mən müəllimin yanına gedə mi? Bəhruz müəllim Qarabağ Universitetindədir. Buyur Novruz. Dediniz də hər şey. Canımsan. Hər kəs salamlayıram efir qarşısından bizi izləyənə sizə salamlayıram. Çox sağ olun ki, bizi dəvət eləmişsiniz bu efirə. Mən istəyirəm elə bir sıfırdan mən hazırlayan ustadımdan başlayayım. 5 il musiqi məktəbində mübariz müəllim olub, həm not olub, həm muğam olub. Əziyyət onda çoxdur üzərimdə. Hal-hazırda da Bəhruz müəllimdir ustadım. Düzdür, Qarabağa getməyinə baxmayaraq. Amma yenə də adı üstündə. Bəli, bəli. Allah dəyməsin, can sağlığı versin. Müəllimlərimiz təbii ki, hər bir müəllimin əziyyətini Allah itirməsin, heç vaxt itirməsin. Amin. Eləcə də bizlərin. Təşəkkür edirəm Sevinç xanım. Deyirəm, bəlkə bir ifadə sizdən səslənsin. Mən ifa istəmirəm, onsuz da mən daim oxuyuram. Bəlkə elə hamımız bir yerdə elə ekskluziv bir Qarabağ şikəstəsi oxuyaq. Olar, möhtəşəm olar. Nə qədər vaxtımız qalıb? Ümumiyyətlə neçə dəqiqəmiz qalıb? 6 dəqiqəmiz var bitməyinə. Bitməyinə. Elə Qarabağ şikəstəsi ilə bitirə bilərik. Tamam. Olarmı? Olar. Deyib düzülək elə bura. Belə qəşəng. Durun, gəlin. Dəyərli izləyicilərimiz, sabah saat 19:00-da yenidən görüşmə ümidi ilə deyirəm. Bugün bizim qonağımız Azərbaycan Respublikasının əməkdar artisti Sevinç Sarıyeva və onun tələbələri oldu. Canlı ifaları ilə sizin qarşınızda oldular. Əsl sənəti, əsl musiqini təbliğ etdilər. Lama